Anadolu türklərində ənənədir, adətdir. Uşaq əsgəri gedəndə yola salmaq üçün onu bütün qohum-əqrəbəni yığırlar, onun məclisin ortasına otururlar, başına xına yaxırlar. Onu poetik şəkildə mən deyim də, onun poetik nümunəsi var. Buyurun. Türk xatunu xına yaxdı evladının başına. Çünki oğlu yetişmişdi tam 18 yaşına. Əskər olub duracaqdı vətənin keşiyində, gül balalar rahat yatsın evində, eşiyində. Əskər getdi Türk evladı vətəni qorumağa, vətənin haqqı vardı bunu ondan olmağa. Sanki əskər təsirdi düşmənlə vuruşmağa. Çox keçmədi əmir aldı düşmənlə savaşmağa. Yaralandı Türk əskəri vətəninin yolunda, artıq neçə qəlpə vardı. Artıq neçə güllə vardı kafasında, qolunda. Şəhid oldu Türk əskəri vətənin yolunda. Məktub gəldi annəsinə. Şəhid olmuş evladım. İyi evlad böyütmüsən, başın sağ olsun xatun. Türk xatunu ağlamadı, sızlamadı, saslarını yolmadı, amma böyük fəxarətlə söylədi. Mənim oğlum yetişəndə tam 18 yaşına, ona görə xına yaxdım. Evladımın başına qurban dedim, evladımı, vətənimin, torpağımın daşına. Mərd oğullar vətən üçün, torpaq üçün şəhid olsa, vətənsizlər həm aptallar. Bu şücaətə şahid olsa, şəhidlərin ruhi dinər, həb söyləyər. Vətənini sevməyənlər quru təndir, quru təndir, quru təndir. Torpaq, ana torpaq, əgər uğrunda ölən varsa vətəndir.